Salam, axşamınız xeyir dostlar. Sizdən xeyli vaxt birbaşa streamə qoşula bilmirik müəyyən səbəblər üzərindən. Dostlar, Facebook şəxsi səhifəmdə mən deməli elan vermişdim. Sabah 29 Mart günorta saat 12-dən 3-ə qədər Rustavelli'də parlamentin binasından üzbəyüz Rustavelli Kino Teatrının arxasında yerləşən demək Gürcüstan Milli Bibliotekasının konferans zalında saat 12-dən 3-ə qədər Gürcüstanda yaşayan Azərbaycanlıların Gürcüstan cəmiyyətinə inteqrasiyası və bu yolda olan mövcud problemlər mövzusu ətrafında deməli bizim konferansımız olacaq. Konferansa Gürcüstanın tanınmış ziyalıları, Elmlər Akademiyasının deməli alimləri qoşulacaq. Bundan başqa ictimai siyasi xadimlər iştirak edəcəklər, həm də bizim həm yerlilər. Gürcüstanda yaşayan bütün türkləri, ziyalıları, tələbələri, dini xadim, siyasi mövqeyindən asılı olmayaraq Gürcüstanda yaşayan türklərinin gələcək taleyi ilə maraqlanan insanlar, inteqrasiya prosesində öz töhfəsini verə biləcək, öz köməkliyini göstərə biləcək insanlar, söz demək istənilən adamlar bu tədbirdə iştirak edə bilərlər. Təkrar edirəm ki, bizim keçirəcəyimiz konferans apolitikdir, yəni siyasətdən uzaq, yalnız və yalnız Gürcüstan Azərbaycanlılarının Gürcüstan cəmiyyətinə inteqrasiya olunması, Gürcü deməli dilinin öyrənilməsi, Gürcü tarixinin, mədəniyyətinin öyrənilməsi və bizim bir Gürcüstan vətəndaşı kimi inteqrasiyamızdan gedir söhbət vətənimiz Gürcüstana. Xahiş edirəm deməli bütün yoldaşlardan gəlin iştirak eləyin. Ona görə ki, bizim Facebook sosial şəbəkəsində və yaxud digər sosial şəbəkə segmentlərində öz dilimizdə bir-birimizdən yazışmalarımız, bir-birimizə deməli münasibətimiz, bu hər şey dəyişmir. Gürcüstanda yaşayan türklər artıq Gürcü ictimaiyyətinə tanınmalıdırlar. Özümüzün mədəniyyətimiz, tariximiz, bircə yaşayışımız haqqında, adət-ənənələrimiz haqqında, inteqrasiya prosesində qarşıda duran maneələr kimlərdir? Buna maneəsiz törədən ki, Gürcüstan Azərbaycanlıları tam inteqrasiya ola bilmirlər. Bu temalarda biz artıq Tiflis şəhərinə keçməliyik. Dostlar, kəndlərdən, rayonlardan artıq Tiflis şəhərinə gəlməliyik. Çünki Gürcü qardaşlarımızın, dostlarımızın da elə demək olar ki, elitası, kübar cəmiyyət, belə deyək, Tiflis şəhərində yerləşir. Biz də Tiflisdə bunu təşkil etməliyik və Gürcü elitasından, Gürcü alimləri ilə bərabər deməli çalışmalıyıq, qarşımıza duran bu problemləri həll edək. Dostlar, bilirsiniz ki, yaxın gələcəkdə qarşıda Gürcüstanın suverenliyini tam bərpa etmək üçün Abxaziya və Samakablo Gürcüstanın deməli tərkibinə qayıtması ilə əlaqəli çox ciddi bu dəqiqə işlər görülür və Abxaz Aseçin qardaşlarımızın da gələcəkdə Gürcü cəmiyyətinə inteqrasiya olunması mütləq əsas şərtlərdən biridir. Buna görə də dünyada baş verən bu kataklizmalar regionda, bizim vətənimiz Gürcüstanın suverenliyinin bərpası istiqamətində mütləq ən aktual məsələ bu dəqiqə milli və dini azlıqların deməli tam inteqrasiya olunmasıdır. Bir-birindən dil tapıb, mehriban sülh şəraitində yola getməyindən keçir dostlar. Mən bugün Gürcüstan parlamentində görüşüm oldu. Gürcüstan Azərbaycanlıları haqqında ümumi məlumat verdim parlamentə. Durumdan biraz narazılığımızı da bildirdik. Kriminogən vəziyyətin kəskinləşməsindən xəbər verdim mən parlamentdə dostlarımıza və bir çox məsələləri də göstərdim. İstəmədim mən burada vaxt ətraflı danışam. Və bircə onu deyə bilərəm ki, regionlarda, kəndlərdə baş verən hadisələrdən çox şeydən mərkəzin, hakimiyyətin, rəhbərliyin açıq deyirəm sizə xəbəri yoxdur və biz də bu xəbəri hakimiyyətə çatdırmaq üçün, dövləti idarə edən belə deyək, məsul şəxslərə çatdırmaq üçün mütləq Gürcü televiziyalarına çıxmalıyıq, Gürcü arenasına çıxmalıyıq, Tiflis şəhərinə yığılmalıyıq və Tiflis şəhərində müzakirə eləməliyik bu məsələləri və nəticəsində tələb eləməliyik. Elə sabah bizim keçəcəyimiz konferansda Gürcüstan tarixində deyərdim ki, ilk dəfə baş verən deməli elə bir
tədbirdir. Bu tədbir yalnız və yalnız bizim tərəfimizdən Gürcüstanda yaşayan Azərbaycanlılar, Gürcüstan türkləri bu təşəbbüslə çıxış ediblər. Amma buna qədər Gürcüstanda yaşayan başqa millətlər bu təşəbbüslə deməli çıxmayıblar və bu milli azlıqların inteqrasiyası ilə əlaqədar mövzu problemlər, yeni yolların axtarışı ilə əlaqədar başqa millətlər bu haqda, bu istiqamətdə deməli heç bir işlər görməyiblər. Konferans səviyyəsində və yaxud Gürcüstan Elmlər Akademiyası səviyyəsində, elita səviyyəsində bunu biz eləyirik. Ona görə də xahiş edirəm Gürcüstanda, yenə deyirəm, təşkil soydaşlarımızdan, tələbələrdən, ziyalılardan, elm adamlarından fərqi yoxdur. Kimliyindən dini deməli möminlər varsa da, maraqlanırlarsa da, siyasətçilər fərqi yoxdur. Kim hansı siyasi partiyanın üzvüdür? Çünki biz burada yenə deyirəm siyasi baxışlara görə ayrı seçkilik eləmirik. İstənilən şəxs bu tədbirə dəvətlidir. Gələ bilərsiniz. Təkrar eləyirəm. Tbilisi şəhəri, deməli parlamentin üzbəüz Rustaveli Kino Teatrının arxasında Milli Biblioteka, kitabxana, Lado Qudyashvili küçəsi nömrə 7. Lado Qudyashvili 7. Hamınız dəvətlisiniz, gəlsəniz çox gözəl olar. Yenə deyirəm, yavaş-yavaş başlayaraq Gürcüstanın deməli elitasından, mediasından görüşlər təşkil edərik və millətimizin səsini Gürcüstan hakimiyyətinə çatdıra bilərik. Çox sağ olun və gələn həftədən biz çalışacağıq ki, mütəmadi olaraq yenə streamlərimizi sizdən bərpa eləyək. Çünki Gürcüstanda qarşıdan çox deməli kritik, deməli siyasi proseslər baş verəcək gözlənilir və bu siyasi deməli kataklizmalar, Gürcüstan tərkibində baş verən siyasi auranı necə dəyişəcək və o cümlədən də Gürcüstanda yaşayan türklər mövqeyi necə olmalıdır? Biz səhvlər buraxmamalıyıq və bu səhvlər bizi deməli bir balaca açıq deyirəm keçmişdəki buraxdığımız çox kobud səhvlər bizi həmişə kötü türk qardaşlarımız demişkən çətin duruma salır və biz çalışmalıyıq bu dəfə bir ziyalı kimi, bir profesional dünya siyasətini anlayan bir şəxslər kimi çıxış yolları tapmalıyıq və elə hərəkət eləməliyik ki, biz deməli Gürcüstan cəmiyyətində öz layiqli yerimizi tuta bilək, oyundan kənar, upside vəziyyətində qalmayaq. Sağ olun, sabah hamınızı gözləyirəm.